Salam dəyərli izləyicilər. Bu gün də Fərqindəlik YouTube layihəsi üzərindən diabet mövzusunda çox maraqlı maarifləndirməyə davam edirik. Bu gün qonağımız xüsusilə uzun müddətdir, belə deyək də, bu məsələlərlə bağlı bizə dəstəyini əsirgəməyən və bizim çox güvəndiyimiz dəyərli doktorumuz endokrinoloq Fərhad Burzudur. Xoş gəlmisiniz doktor. Xoş gördük Şəbnəm xanım. Əslində bir araşdırma var idi. İnsanlar həkim olmasaydılar nə olardılar? Yəni böyük bir retrospektiv araşdırma olmuşdu və orada müəyyən olunmuşdu ki, sorğuların cavabları araşdırılmışdı ki, bir insan həkim olmasaydı ola biləcək yeganə peşə rahibdir. Çünki bir insan əgər həkim olursa, o beyninə qoyması lazımdır ki, mən insanlara bir şəkildə sağaldacağam. Sağaltmaq bir tərəfə qalsın, müasir dünyada əslində sağaltmaq hər kəs bacarır. Yəni bu dəqiqə müasir dünyada profilaktika barəsində çox böyük tədbirlər keçirilir. Çünki xəstəliyi müalicə etmək çox sadə bir şeydir. Ən çətini bəlkə də diaqnoz qoymaqdır və bundan da əlavə o xəstəliyin əmələ gəlməsinin qarşısını almaqdır. Biz həkim olaraq universitetə gedikdən deyil, bəlkə də ondan bir neçə il əvvəldən həkim olmağa qərarı beynimizə qoymuşuqsa, o deməkdir ki, biz insanları təlim eləməyə, onları qorumağa və onları müalicə eləməyə öncəsi olan bütün halları aradan qaldırmaq üçün hazırıq. Ona görə də hər zaman bərabərik və sizlərlə, hər kəslə insanların sağlamlığını qorumaqda xoşbəxtlik və nə yaxşı ki, həkimik. Nə gözəl doktor. Həqiqətən bir insan araşdırmadan, dünya görüşü o qədər də yüksək olmadan və yaxud da xəstəliyinin fərqində olmadan bir həkimə gedə bilər və ona günün birində bəlkə də başqaları üçün, digər şəxslər üçün daha çox araşdıran, bilən, maariflənən, dünya görüşü olan birinin düşüncəsində olan ağır bir diaqnoz qoyula bilər və bu diaqnoz təbii ki, o xəstəliyin fəsadlarından çox psixoloji olaraq insanlara dəhşətli təsir göstərən bir məqamdır. Biz elementar olaraq balaca bir xəstəlikdə bunu hiss eləyirik insan olaraq ki, canımız ağrıyır. Şəkərəm deyəndə, şəkərsən deyəndə, daha doğrusu insanlara, diabet xəstəsisən deyəndə, bu insanlar nəyə hazır olmalıdır və hansı psixoloji vəziyyətlərə düşə bilərlər? Bilirsiniz, mən ilkin olaraq özümü məhkum eləyirəm və ya özümü günahlandırıram. Hər kəs özünü o qədər hiss etməsi lazımdır ki, və bir diabetin necə formalaşdığını, bəli, tip 1 diabet var ki, hansı ki, qısa müddətli bir diabetdir, insulin yetməzliyi ilə əlaqədardır, orqanizmdə xaricdən olan bir faktorlar və ya bəlkə də hər hansı bir digər göstəricilər sayəsində diabet olur, söhbət bundan getmir. Diabet dedikdə biz cəmiyyəti diabetdən qorumağa çalışırıqsa ki, hesab olunur, yer kürəsində insanların 10%-dən çoxu diabetlidir və bizim cəmiyyətin də 10%-dən çoxu diabetlidir. Düzdür, biz də xalq olaraq yeyib-içən xalqıq. Yəni bizdə də az deyil. Amerikanlarda nəyimiz əskidir ki? Bilinməyən diabetlər də var. Bilinməyən, bəli, qeydiyyatdan keçməyən diabetlər də var. Və biz bilməliyik ki, hər bir fərd bilməlidir ki, mən artıq hər gün diabet oluram. Mən necə diabet oldum? Ona doğru gedirəm. Ona doğru gedirəm və getdiyi yolda hər kəs özünü dayandırmalıdır. Mən uşaq vaxtı, biz uşaq vaxtı Sovet uşaqlarıyıq da, Münxauzenin bir şeyi vardı, cizgi filmi var idi. Baron Münxauzen bir oxumamışam onu. Yəni sadəcə cizgi filmi izləmişdim ki, o deyir ki, mən bir günləri suda batarkən özümü saçımdan tutdum və çıxartdım. Biz uşaq vaxtı gülərdik, ha, Baron Münxauzen nə deyib? Amma bu həqiqətən də belədir. Bir insanın özünü sudan çıxartmağı bacarmırsa, heç kim onu çıxarda bilməz. Və bir insan yaşadıqca o diabetin necə əmələ gəldiyini, ilk əlamətlərini biləcək. İlk dəfə kimləsə hər hansı bir intriqa zamanı və ya hər hansı bir problem zamanı ağzı palçıq kimi oldusa, o bir addım gəldi. Və hər keçən gün diabet bu mütəmadi hala gəldi. Artıq hər yeməkdən sonra ağzı palçıq kimi olur. Daha aşırı su içməyə səbəb olur. Və bir gün gördük ki, bunun əslində üzündə, boynunda, qoltuq altında skin tagları var. Papilloma deyirlər el arasında. Bu deməkdir ki, artıq bir addım daha gəlibdir. Evə gələndə yoldaşı bilir ki, o əsəbidir, dərhal onun qabağına
yemək qoymaq lazımdır. Bir Amma addım daha halbuki, artdı diabetə. Amma əslində belə deyil. Açsızlığa davamsızlıq, belə deyək də, susuzluğa davamsızlıq bilavasitə artıq onun karbohidrat əlamətlərindən biridir. mübadiləsinin pozğunluğudur. Və bəzən bizə deyirlər ki, məsələn, deyirsən ki, belə bir hal olurmu sizdə? Aclıq kriziniz olurmu? Ac olanda belə aqressiv olursunuzmu? Hirslənəndə Düşünürsən ki, hər bir kəsin hamı keçirdiyi elədir. bir Elə hissdir. olmalı. Bəli, deyirlər ki, bəzən əlbəttə ki, hamı eləndə deyirsən ki, yox da hamı elə deyil. Tamam, bəs onda diabetlinin aclığa davamsızlığı ilə xəstə olmayan, diabet olmayanın arasında nə kimi fərqi olur? Mən bildiyim qədər dözümsüz vəziyyətə çatır. Yəni həmin an ağzına nəsə bir tikə atmalıdır. Yəni Əslində xarakter pozğunluğuna qədər gətirib çıxarır. Çünki bədən acdır və dayanmadan karbohidrat tələbi formalaşır və diabet əslində formalaşana qədər bədənin kompensator mexanizmləri bir şəkildə idarə eləyir və bir şeydən sonra orqanizmin kompensator mexanizmləri sıradan çıxır və sıradan çıxdıqdan sonra aşkar diabet meydana çıxır ki, bu artıq şəkərli diabet xəstəliyidir və artıq burada bir çox kliniki simptomlar var. Az öncə məsəl üçün boyundakı skin tagları dedim, papillomaları hamıda var, bizim nəslimizdə də var. Anamda da var idi, xalalarda da, bibilərdə də, əmilərdə də, dayılarda da. Biz hamımız beləyik. Bir dəfəsində bir uşaq gətirmişdilər, diabetli, 13 yaşında bir uşaq idi. Təbii ki, yatırtdıq, komatoz haldaydı, tip 1 idi. Tip bacısına dedim ki, o uşağın valideyn ailəsini dəvət edə bilərsiniz. Bayıra çıxdım koridorda, orada bir müəyyən bir 10-15 nəfərlik, bilirsiniz də Azərbaycanda çox qəşəng xəstəxana ziyarət ritualları çox var. Çox insan gəlir. Yəni Bəli, çox insan gəlir. Xəstə yaxınları deyək də. Gəlib, daha psixoloji gərginliyə salan xəstəni bəli, hətta. Gəlib necə deyirlər, xəstə yaxınlarına və həkimlərə söz soxub Sözün əsl mənasında. Mən müşahidə elədim ki, məsəl üçün orada o xəstənin, uşağın yaxınları bir dənə normal kilolu olan yox idi. Hamısı maşallah belə 80, 100, 120 dırnaq içində maşallah. 80, 100, 120 kiloluq, yəni xanımlar və bəylərdir və hər kəs öz çəkisindən, öz durumundan rahatdılar. Yəni onlar mutlular. Və o zaman anlayırsan ki, bu uşaq niyə diabetli olubdu? O uşaq olmayıb diabet, onu eləyiblər. İrsi, genetik və həyat tərzi. Bəli. Qeyri-sağlam qidalanma, pasiv həyat tərzi və əslində sağlam qidalanmaya gəldikdə körpə uşağa sıyıqlar əvəzinə digər yağlı filan yeməklər və biz yəni uşağın belə kök olduğuna hər zaman sağlam uşaqdır. Maşallah, nə gözəl. Ona görə yekəmək uşağım var deyə ona bir görə ifadə. Sözlərimiz var da, gözəl sözlərimiz var. Totuş, popuş, nə bilim nə. Gəl və bu sözlər əzizləmə ifadələridir. Amma əslində doğru söz kəlmələr deyil. Bu deməkdir ki, mənim balam, sən yeyic, sən böyüyəndə dırnaq içində diabetli olacaqsan. Sən niyə olmursan ki? Biz hamımız olmuşuq, nəslimizdə var. Sən də doyunca ye bundan. Və indi son dövrlərdə orqanik qidalar axtarışındayıq və s. və axır hamı orqanik qidalar axtarışındadır və hamı uşağını yedizdirir. Ailəsinə çox qəşəng kərə yağları. Amma bu orqanik qidaları verdiyiniz zaman, axı siz bir 7 şüşə də oynadın da ona. Siz ona xalça da yuduzdurun və ya yay tətilində kəndə götürün, dağa çıxsınlar. Dağa çıxsın, bəli, qaçsın, hərəkət eləsin. Tətil ancaq uşaqların yedirtmə və insanların daha nə yeyərəm deyə bir ritualına çenibdir. Biz daha çox orqanik qidalar yeyib və daha çox yatmağa gedirik. Tətil bu mod və bu modda qidalanma modudur və biz diabetli bilərəkdən təbliğ eləmiş olduq. Bəli. Doktor, həqiqətən çox maraqlı bir məqama gəldiniz, çıxdınız. Biz ümumiyyətlə aktiv istirahət deyilən bir vaxt, zaman var ki, bizim hər birimizin həyatında. Biz həmin zamanda, məsəl üçün, dəniz kənarı bulvara gəzməyə çıxırıqsa, kinoya gediriksə, teatra, muzeyə, bilmirəm, yəni zooparka gediriksə və yaxud da harasa gediriksə, mütləq günün sonunda hər hansı bir restoranda yemək ritualı var. Yəni şəhərə çıxdıqsa bu mütləq olmalıdır. Və çox təəssüf ki, biz ara-sıra sizlə bu məsələlərlə bağlı danışmışıq. Yəni ümumiyyətlə qida sektorunun, restoran, xüsusən də fast food sektorunun, süni qida sənayesinin inkişafı, dadlandırıcılar, dadlı yeməklər, atışdırmalıqlar bizim artıq şuuraltımıza daxil olub və bu bir pas atıb artıq orada. Yəni bundan çıxa bilmirik. Bu halda özümüzü necə tərbiyələndirməliyik? Yəni
göz görür və istəyir. Bunu marketlərə də şamil eləmək olar, bunu restoranlara da, bunu getdiyimiz qonaq getdiyimiz yerlərdə də, balaca bir neçə çeşidli yemək hazırlayan ev sahibinə biz biraz yaxşı baxmırıq ki, qonağı yaxşı yola salmadı. Yəni bu nədir? Bu mədəniyyətin formalaşmasında siz həkimlər nə təklif eləyirsiniz? Siz danışdıqca bir şey yadıma düşdü. Biz uşaq vaxtı mən Bakıda doğulmuşam, burada böyümüşük. Bizdə toylar olurdu, hansı ki toyda kişi toyu olurdu və qadın toyu olurdu. İnsanlar toya gəlirdilər. Orada bir-iki çeşid yeməyini yeyirdi. Ondan sonra hamı toyxanaya girirdi və saatlarla oynayırdı. Bəli, mağarada. Baxın, bu həqiqi toy idi. Heç kim öz şah-şahasını, nəysə maşınını, nəyinisə göstərməyə çalışmırdı. Hamı öz ev paltarını, bəlkə də öz oyun paltarını, çünki orada oyunda o cırıla bilərdi. Yəni orada ritual göstərmə deyil. Bizim cəmiyyətimiz, rusların pokazuxa sözü var, Azərbaycan bilməm necədir. Pokazuxa bir ritualına giribdi və hamı nəyisə göstərməyə çalışır. Hamı yeni bir paltar alım, yeni bir toya gedim və gedərkən yeni qızılımı göstərim, yeni maşınımı göstərim və ya kimdənsə maşın götürüm, onu göstərim, onu qəşəng parklama eləyim və s. Və bu ritual dəyişməlidir. Birincisi, cəmiyyət pozitivə yüklənməlidir və qida məsələsinə gəldikdə pazı-pazdan çıxaldarlar. Yəni biz biraz yürüyüş eləyib ondan sonra bol şəkərli bir şey yeyiriksə, o demək ki, olmadı o iş. Amma orada da, amma artıq biraz avropalaşmışıq axı, biraz şəhər uşağı olmuşuq və ona görə də orada da onu, o çayı bəlkə də bir dietik, bir kurabiyə ilə və ya bir başqa bir alternativ nəyləsə, şəkərsiz qəhvələrlə və nəyləsə əvəz edə bilərik. Çünki bir ritual formalaşıb və lokomotiv gedir, sürətlə gedir. Biz xüsusi bir şey ayrılsaq, bizi dışlayacaqlar, bizi kənar bərtaraf eləyəcəklər. Bizim əsas ritualımız ondan ibarət olur ki, biz insanlara yön verməmiz lazımdır ki, bunu yeyin, bunu yeyin. Cəmiyyət xüsusilə də Covid-dən sonra qadağaları sevmir. Heç kim qadağa sevmir. Hamı istəyir ki, tövsiyə olsun. Bəli, məsəl üçün, gündəlik xəstələrə tövsiyə eləndə deməmişdən qabaq ki, məsələn, bunu yemə, bunu yemə, bunu yemə, deyirsən ki, çoxlu ləvəngi ye, çoxlu balıq ye, çoxlu ağ balıq ye. Hətta imkanım yoxdur ağ balıq yemək, deyirəm ki, kilçə ye o zaman. Düzdəsində kilçə də tapmaq mümkündür. Yəni təmiz balıqdan söhbət gedir, bəli. Yəni təmiz bir qida ye. Salatlar yeyəcəksənsə məsələn, mayonezli və ya nərisə, biz uşaq olanda əslində onu da deyim, biz mayonez çox da yeməzdik də, yəni biz prohibit şeylər, qidalar idi ki, mayonez yeyilməməsi uyğundur. Amma vinegret yeyə bilərik. Və ya məsələn restoranlarla əlaqədar adətən tövsiyə edirəm. Məsələn, ənginar salatı çox gözəl sevdiyimiz qaraciyərin, yəni bütün insanlar artişok tərkibli tabletlər falan istifadə edirlər qaraciyərini təmizləməyə. Amma o qaraciyər preparatlarının əsas xeyri olan artişokdur, ənginardır ki, onu qida olaraq da əldə etmək mümkündür, amma onu istifadə etmirik praktik olaraq. Heç tanıyırıqmı ənginar nədir? Daha çox türk mətbəxindən amma Azərbaycanda tapılır bəli. və hər bir restoranda ölkəmizdə, hər bir belə deyim də fast food qidalar satılan yerləri belə seçsək ki, ora getməyin deyirəm. Orada belə yeyəcəyimiz, məsəl üçün, oranın bir adını çəkmir, bir Sezar salatı var. Məsəl üçün, başqa bir yerin xüsusi bir yerlər var ki, xüsusi yeməklər hazırlanır. Yeyiləcək nəsə var. O yeməyi hər yerdə yeyiləcək nəsə var. Hər yerdə oturulur, hər yerdə yeyilir. Amma əsas məsələ nədir? Fokuslanmaq ki, bu mənə ziyan olmasın. Mən kimin oğluyam, kimin nəslindən gəlirəm, bizim nəslimizdən, nəslimiz kökümüz bizə sağ olsunlar, müəyyən xəstəlikləri də ötürəcəklər. Və o xəstəliklərin məndə çıxma ehtimalı çoxdur. Olmaması üçün mən daha nə etməliyəm? Bu sualı hər gün verməyimiz lazımdır. Bəli, məsələn, biz uşaqlanda xəngəl çox yeməzdik, amma bəzən düşünürəm ki, rahat-rahat mən də bir oturma, bir 15-20 dənə gürcü xəngəli yeyə bilərəm. Amma mənim də kim olsam belə... Yeyirəmmi? Yox, üçün yeyirəm. Amma mənim də nəslimdə diabetli insanlar var. Həm ana tərəfdə, həm ata tərəfdə. Demək ki, mən sadəcə üçün yeməm lazımdır. Yediyim hissədə xəmir hissəsi daha az olmalıdır. Yəni, hər bir şeyin içində mənə ziyan olan şeyləri tapıb və onu yeməməm lazımdır. Doktor, biz ümumiyyətlə diabet, şəkər xəstəliyi ilə danışanda bəzən insanlarda belə bir təəssürat yaranır ki, şəkər xəstəliyidir. Hətta siz həkimlərdən də o ifadəni tez-tez eşitmişik ki, qoy yeyim, insulin iynəm var.
Bu ilə həll olunacaq, keçəcək və yaxud da bizim nəsildə ümumiyyətlə şəkər xəstəsi olan olmayıb və yaxud da şəkər elə də ağır bir xəstəlik deyil. Yəni belə bir anlayış var. Yəni xərçəng və digər ağır fəsadları olan və ölümlə nəticələnən xəstəliklə bərabər tutmaq olarmı şəkəri? Biraz qorxudaq gəlin insanları. Çünki biz sonuçda həqiqətən sizin dediyiniz kimi 3 gürcü xəngəli yox, 15-ini yeyib, sonra onun əziyyətini çəkəndə canımızın ağrısını bilən adamlarıq. Yəni bu halda nə deyə bilərsiniz? Yəni şəkərin ən ağır fəsadları nədir və biz nədən qorxaq? Niyə qorxaq şəkərdən və niyə ehtiyat eləyək? Covid-dən başlayaq, az öncə Covid dedik, qorxudaq dediksə gəlin qorxuzaq. Biz insanları sevərəkdən qorxuzuruq əslində. Bəli. Covid-də ölənlərin, vəfat edənlərin çoxu diabetlilər idi. Onkoloji xəstəliklərə yoluxma tezliyinə baxsaq, onların çoxu ya artıq çəkilidir və ya diabetlidir. Tək-tük nadir onkoloji xəstəliklər var ki, çox az hissə. Bu 10-20%-dən artıq deyil ki, onlar obez deyillər. Yəni onlar ya obezdirlər, artıq çəkili və ya diabetlidirlər və metabolik pozub. Təbii ki, genetika daha üstünlük daşıyır. Yəni bəli, qohum evlilik falan filan bunlar da məsələni daha da ağırlaşdırmalıdır ki, ağırlaşdırır. Və biz insanlar diabetli və ya diabetli olsam nə olacaq düşüncəsi ilə bəzən yaşayırlar və son o bir günü bilmirlər. Bir gün və mahiştatda olmaz düşüncəsi var da. Gəlir qoy yeyim nə olursa olsun və bir gün bir tupikə girirsən. Nədir o tupik? Baxın, şəkərin bizə bir 3 verə biləcəyi dəhşətli fəsad deyin bizə. Əslində şəkərli diabet çox gözəl bir xəstəlikdir, amma bir əclaf tərəfi odur ki, diabet öldürmür, diabet möhtac edir. İnsulindən məcburən sağlam qidalanmaya, bəzi yəni həyat tərzinə keçməlisən. Yəni bəzi şeyləri artıq çıxarmalısan. Orqanizmin bir gün gəlir, elə bir funksional pozğunluq yaranır ki, və sənə heç nə kömək eləmir. Və sən məsələn onkoloji xəstəliklər bəlkə də bizim nəzdimizdə bəlkə də yaxşı xəstəlik ola bilər. Qısa müddətdə insanlar həyatını itirir. Amma diabetlilər uzun müddət yataq xəstəsi olma ehtimalı çoxdur. Ona görə də yataq xəstəsi etmə ehtimalına görə diabetdən daha yaxşı qorunmağımız lazımdır. Çünki bir ayağını itirirsən və illərlə 10 il, 20 il yataqda qalırsan, böyrəyini itirsən, illərlə dializ xəstəsi, düzdür, son illərində transplantasiyalar falan bunları eləməyə başlayıblar. Amma normalda böyrək həftənin 3 günü, hər gün 4, 5, 6 saat sən övladlarına sərf edəcəyin vaxtında gedib dializ aparatına qoşulub, bədəninin böyrəyin funksiyasını həyata keçirməyə çalışırsan. Və ya böyrək çaşmazlığı və ya göz dibində olan korluq, bütün bunlar bilavasitə diabetin nə qədər əclaf bir xəstəlik olduğunu bizə deyir. Heç kim bu dünyada hər şeyi yeyə bilməz. Heç kim düşünə bilməz ki, mən insulini vurum, hər şeyi yeyim. Yəni, o elə bir insan ola bilməz. Uşaq, yetkin, böyük, qoca, cavan, hamilə, hər kəsin yeyəcəyi və yeməyəcəyi bir qidalar var. Və Nədir olar, doktor? Diabetlərə dediyimiz bir şey var. Deyir ki, biz 1 yaşına qədər quzunu, 1 yaşından sonra quzunun yediyini yeyə bilirik. Yəni daha çox tərəvəz, ot alaq, belə deyək. Yaş 40-a keçdisə, təbii ki, biz quzunun yediyini yeməyə tövsiyə edirik. Amma bundan əlavə balıq da yeyə bilirik, toyuq da yeyə bilirik və digər tərəvəzləri də qəbul edə bilirik. Amma biz heç bir zaman insulin vurub hər şeyi yeyə bilmərik. Çünki bir insan bunu etdiyi zaman orqanizm sıradan çıxacaqdır və orqanizm stabilliyi sevir. Orqanizm, məsələn, insanlar ən çox hansı fəsildə ölür sizcə? Yoxdur elə bir cavabım. Fikriniz? Yay deyərdim. Yox, əslində insanlar daha çox yazda ölürlər. İkinci yerdə payızda ölürlər. Bu yazda qan qaynayır filan, oyla əlaqəsi var, eləmi? Keçid dövrünə orqanizm dözə bilmir, soyuqdan istiyə, istidən soyuğa və insanların ölüm faizi daha çox araşdırılıbdır ki, yazda və payızdadır. Və ona görə də orqanizm stabilliyə, stabil şəkərə, stabil təzyiqə daha duyarlıdır. Amma təzyiqin, şəkərin, laxtalanmanın tez-tez dəyişməsi təbii ki, bizim arzu etmədiyimiz bir haldır və orqanizm buna qarşı dözümlü deyil. Doktor, səhər, günorta və axşam yeməklərini bölsək, daha çox biz şəkər hansı yeməkdə tükədirik? Biz insanlarda belə bir təəssürat var ki, biz daha çox səhər yeməyində
uşaq vaxtı bizə deyirdilər ki, şirin çay mütləq içməlisən, beynin yaxşı işləsin. Çünki yuxudan durmusan, aktiv və pasiv fazaya keçirsən filan. Və biz şirin çayla bərabər yumurta yeyirik, yağ yeyirik, qaymaq yeyirik, ağartılar və müasir zamanda nəzərə alsaq ki, səhər yeməyinin forması daha dəyişilib, daha bol çeşidlər, xüsusən də səhər yeməyi setləri filanı, bunlar da var artıq, belə bir tendensiya da var. Günorta yeməyində deyək ki, bir yağlı yemək yeyirik, bir şorba yeyirik, axşam yeməyində də eynən. Yəni bunların hər üçünün təsiri eynidir, yoxsa biz daha çox səhər yeməyində şəkər tükədirik? Yəni bu yemək fazalarında hansı problemləri yaşayırıq biz? Gəlin şəkərdən danışım sizə. Olmasın bu olsun baxmısınız təbii ki. Bəli. Orada görürsüz 5 manat pul, bir kəllə qənd Qənd, və salam tamam. O belə qənd almağa gedəndə, bir kəllə qənd almağa gedəndə qəndi seçir alır. Cəlal Məmmədquluzadə Xudayar bəy xanımla evlənməyə gedəndə orada bir erməni mağaza satıcı var. O kinoda mən izləmişdim ora. Soruşur ki, hansı qəndəndir? Deyir, filan qəndəndir. Hə, deyir, ən yaxşısıdır. Deyir, ən yaxşı ver. Böyük kiçikləri olurdu onun. Mən bizim kəndin kəttası Xudayar bəyəm. Mənə daha böyük, daha yaxşısın belə adıma layiq. Orada pulu da olmur, ondan sonra da onu qoluyur. Yəni şəkər problemi 100 il bundan qabaq o cəmiyyətdə var idi. Biz yaxşı şəkər axtarışındayıq. Əslində bəzən düşünürəm ki, məsələn, yaxşı bir kəllə qəndi olar köhnələrdən. Onunla bir stəkan çay içəsən. Yəni yoxdur, ağız dadım unudub da artıq ki, həqiqi yaxşı bu köhnələrdən olur deyə bəzən nənələrimizin belə qalıbdı. Bişirdiyi, hazırladığı o qədim kəllə qəndi ki, hansı ki saxlayıbdı və bir dənə ondan həqiqi şəkərdən söhbət gedir. Rafin olunmuş deyil. Həqiqi şəkər ki, hansı ki orqanikdir və ona ağız dadımız ona uyğundur. Amma hal-hazırdakı şəkərlərin çoxu, 99% qeyri-orqanikdir. Və qeyri-orqanik şəkərlər kimyəvi şəkərlərdir. Orqanizmin karbohidrat mübadiləsini pozur. Yəni şəkər cəmiyyətin, dünyanın problemidir. 100 il bundan qabaq artıq şəkər problemimiz var idi. Və az öncə qeyd elədik, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi. Əvvəllər məsəl üçün biz uşaq olanda biz kasıb idik. Bizim bir yağımız var idi, bir də pendirimiz var idi. Amma indi yağ da var, pendir də var, bal da var, mürəbbə də var, hər şey var. Hətta yumurtada eyni zamanda olur. Seçimlərin çox olduğu bir zamanda yaşayırıq. Amma biz uşaq olanda yeməyimiz yeyən kimi, hətta bəzən məsələn yağlı şorumuz var idi, içində şor idi. Həm yağ da vardı, həm də pendir. Onu belə birbaşa yaxanda hamısı iki birində olmuş olurdu. Və oynayırdıq, şirin çayımızı da içirdik. Yaxşı şəkərdən təbii ki. Ondan sonra nə edirdik biz? Oynamağa gedirdik. Aktiv həyat tərzi, bəli. Gedirdik, yay gəlibsə, xalçalar düzürdük, şifabran verirdilər bizə, xalça yuyurduq, 7-düşü oynayırdıq, nə bilim, küçədə kazakiraz boyniki oynayırdıq və sair və axır. Və aktivitelər var idi. İndi heç nə yoxdur. Onu eləyən kimi keçir divanda bir yerdəmə alaraqdan televizoru yandırırıq və biz orada televizoru izləməyə başlayırıq. Passiv həyata. Doktor, və biz onu yandırmırıq. Doktor, insanların qida mədəniyyətini, biz qidadan niyəsə daha çox danışırıq, amma həqiqətən də haqlısınız ki, biz niyəsə hal-hazırda işimizdən, ailəmizdən, nələrdənsə daha çox yeməkdən daha çox zövq alırıq və bu yemək ritualını bir türlü bir yoluna qoymaq lazımdır və dəb moda tendensiyasını formalaşdıran insanlar olur ki, onun arxasınca insanlar gedir və kənd səviyyəsində belə, dünyanın ən balaca nöqtəsində belə o moda tendensiyasının xəbəri olur birilərinin. Amma qida və sağlam həyat tərzini formalaşdıran insanlar çox təəssüf ki, yoxdur. Biz 10 kişinin 9-unda yekə qarın müşahidə eləyirik, qeyri-sağlam həyat tərzi müşahidə eləyirik, zərərli belə deyək vasitələrindən hələ danışmıram ki, o artıq məsəl üçün elektron səviyyəsinə keçən siqaretlər var, içkilərin çeşidləri çoxalıb. Yəni bu halda nə təklif eləyirsiniz? Kimə baxaq, kimdən bəhrələnək, necə düşək bu axına? İlkin olaraq bir faktoru nəzərdə saxlamaq lazımdır. İnsanlar ağız dadı ilə deyil, ağıl dadı ilə qidalanmalıdırlar. Hər kəs. Qida bağlılığı deyə bir şey yoxdur əslində. İnsanlar deyirlər, mən filan şeyi yeyirəm və ya yemirəm. Ümumiyyətlə, dad duyğusuna biz endokrinoloqlar ciddi baxmırıq. Bir insan əgər hansısa qidaya bir bağımlılığı varsa, birincisi ya o qidaya qarşı olan
qidaya əlaqədar orqanizmdə bir çatışmazlıq var. Bir. Ya da ki, o qida ilə əlaqədar bir metabolik pozğunluq var. Kəndlərdə görmüsünüz də, axurların başında bir duz var orada. Heyvanlar otlarını Bəli, yedikdən bəli. sonra gedib o duzu da yalayırlar. Yəni siz hər halda düşünmürsünüz ki, inək otu yeyəndən sonra deyir ki, gedin biraz da duzda yalayım, bu dadlı çıxsın. İnstinkt o O deyirsiniz. eləmi? bədəndəki olan yetməzliyə doğru olan bir refleksdir. Yeni xəstəliklərə olan bir yönümlülük yox idi. Təbii ki, biz elədik bunu. Biz insanlar elədik. Üstündən çıxmağın Bəli. da bir yolu var sadəcə. Bəzən fikirləşirəm ki, Amişlər var da Amerikada. Bəli, Gedib bəli, yoxsa bəli. biz də Daha çox orqanik, təbii, biz də işıq, elektrik. Amiş olaq, gedək, nə bilim çəkilək hansısa bir kəndə, rayondan və s. və axır Amiş olaq, onlar kimi yaşayaq. Amma çox orqanik söhbət, amma bizdə hər şey qidaya bağlıdır. Biz Amiş olsaq belə ancaq Amma qidalanmadan danışacağıq. Avtomobillərdən, elektron Biz vasitələrdən, yeməyəcəyik, texnikadan biz yeyəcəyik, amma imtina. hərəkət eləməyəcəyik, fiziki aktivlik olmayacaq. Biz normalda yemək rituallarımız olsa, biz bu gün dururuq, məsəl üçün tətilə gedəcəyik, tutam ki, harasa üzü Şəkiyə doğru gedəcəyik. Sırada fikirləşirik ki, Şamaxıda durarıq, orada səhər yeməyi yeyərik, bəli. Qəbələdə abedi orada eləyərik, Bəli, bəli. axşam yeməyini də Şəkiyə çatarıq, orada pitini yeyərik və qaydanda bizim rituallarımız, yolumuz ancaq yemək məntəqələri üzərindədir. Çox maraqlıdır həqiqətən. Doktor, biz insanların başa düşəcəyi, anlayacağı dildə danışırıq və səmimi gedir söhbətimiz. Əslində nəzəri, terminoloji məsələlərdən çıxıb da bu formada ünsiyyət insanlarda daha yaxşı həzm olunur. Ona görə istəsəm də istəməsəm də bir innovasiya ilə bağlı sual ünvanlayacağam sizə. Ümumiyyətlə diabet xəstəliyi, diabetin tibbdə innovasiyası ilə bağlı növbəti 10 illiklər, 20 illiklər bizə nə vəd eləyir? Müəyyən süni intellektin yaratdığı tətbiqlər var, müəyyən pompalar var, artıq xəstələrə tətbiq olunan, insulin var, davamlı şəkildə insanların artıq həyat tərzinə keçən. Ümumiyyətlə, şəkər xəstəsinin tez-tez işlətdiyi ifadələrdən birisi budur ki, xəstələnirsən, sağalırsan, gedirsən, dərman içirsən, sağalırsan, amma bu şəkər sağalmır. Burada müalicədən söhbət gedə bilərmi deyə bir fikir formalaşıb bu insanlarda. Bu əsnada gələcək bizə nə vəd verir? Neqativ və pozitiv. Belə bir sual gələndə pasientlərdə biz onu deyirik ki, ilkin olaraq, insanlar bəzən elə bilirlər ki, onlar adi qrip olanda belə sağalırlar. Normalda heç kim sağalmır. Biz bu il bu qripə yoluxuruq, o sadəcə remissiyaya uğrayır. Gələn il başqa bir qripə yoluxuruq və hər il fərqli bir qrip növü ilə biz qarşı-qarşıyayıq. Diabet əslində remissiyaya uğradılır və self-monitoring dediyimiz şəxsi nəzarət, şəxsi təqib göstəriciləri ilə remissiyaya uğradılır. Və bəzən məsəl üçün xəstələr deyirlər ki, məsələn, mən hər zaman insulin, hər zaman şəkər, hər zaman. Məsələn, bəzi xəstələrim var, məsələn, illərdir tanıyırıq. Mən ona tip 2 diabetlidir. O amma çox güclü sila volia var. O hər gün gəzir. Özünə mən deyir dərman istifadə eləməyəcəm. Mən qidalarımla və fiziki aktivliyimlə şəkər göstəricilərimi idarə eləyəcəm. Bəli, o şəkərlərini ölçür və şəkərləri idealdır. Və mən ona yox gəl təcili məcbur sürüb gətirib iynələri, insulinləri, tabletləri Çünki vermirəm. özünün həkimidir. Amma nəticə qoyur ortaya. O nəticə qoyur ki, ortaya bəli, buyurun, mənim qlikomoglobinim budur, mənim aclıq şəkərim budur, sidikdəki vəziyyət budur, xolesterin vəziyyətim budur və mənim heç bir ağlaşmam yoxdur. Təbii ki, ona biz heç bir şey deyə bilmərik. Təbii ki, burada tip 1 diabetlilərdən, insulin vuranlardan getmir. Müasir dövrdə son illərdə həftəlik insulinlərimiz gəlir. Ondan sonra son illərdə məsələn... Yəni, gündəlik vurulmayan, bir həftədə bir dəfə... Həftədə bir insulinlərimiz gəlir, artıq 2 ildir var, artıq FDA dediyimiz bir qurumda o da approve təsdiq eləyibdir. Aviglar idi adı. Və ondan sonra arıqlama iynələri də özü də bilavasitə diabetlə əlaqədar ilk olan bizim göstəricilər idi. Onlar həftəlik, günlük, həftəlik, artıq aylıq diabet dərmanlarımız gəlir, onlar da təsdiq olunubdur. Yəni, bir çox şeylər var. Şəkər təqib cihazları var ki, hansı ki, bədənə bir yerə qoyulur və o gün ərzində,
14-15 gün ərzində qanda şəkəri mütəmadi olaraq Yəni ölçür. qanla təmas olmadan. Bəli, sadəcə bir dəri altı burada dəriyə vurulur və davamlı sürətdə telefona, əpinə ötürür və bu barədə məlumatlar ötürülür və burada çox sürətlə bir yeniliklər olur və olacaq. Yəni bu gözləniləndir. Amma bütün hallarda pasientlərimizə dediyimiz odur ki, biz onları həyatını silib təzədən yazmaq istəmirik. Biz onlara kömək eləmək istəyirik. Və onlar üçün də bir çox variantlarımız var. Yəni bir çox hallarımız var və əsas yetəri odur ki, onlar istəsinlər özlərini müalicə eləmək. Amma onlar müalicə olunmaq istəmədikləri zaman bəzən hər şey daha çətin ola bilir və hər şey incəldiyi zaman anam deyərdi ki, harda incələcək, orada üzüləcək. Təəssüf ki, diabetlərdə incəlir və üzülmür. İllərlə məhkum o olursan. nədənsə sallanır, bəzən ayaqsız, bəzən gözsüz, bəzən dializdə və bəzən nədəsə. Yəni biz həkimlərə müraciət eləsinlər. Bəzən biz əl çatan olmaya bilirik. Bəzən soruşsunlar, bizdən soruşsunlar, başqasından soruşsunlar. Süni intellekt var, Avropadakına soruşsunlar, Amerikadakına soruşsunlar. Yetər ki, bir mütəxəssisə soruşub və ona uyğun olaraq yaşasınlar. Amma dediyim kimi qan dəyərlərini bizə göstərsinlər ki, biz ona çox sevinərik, desin ki, sənin dərmanındansa mənim dietim, həyat tərzim daha yaxşıdır, buyur. Mən dediyim ki, afərin, mən sizinlə qürur duyuram, bu şəkildə də davam edin. Təşəkkür edirik doktor. Sizə sözün əsl mənasında bax elə dediyiniz kimi xəstələr deməyim, pasientlər arzuluyuruq. Çünki siz həkimlər bir yanaşmanız var ki, ağır xəstə nəinki sizə, siz həkimlərə, ümumiyyətlə ölkənin iqtisadi, hər bir mənada, məişətdən tutmuş bütün mənalarda bu sferalara təsir edəcək bir amildir. Xəstə insan, xəstəlik daşıyan insan. Ona görə də erkən müayinə, erkən təchiz türklərdən daha çox bizim eşitdiyimiz, bizim isə erkən müayinə can qurtarır adı altında başladığımız bax bu aksiyaların nəticəsi olaraq sizin kimi dəyərli həkimlərin sayəsində biz çox təəssüf hissi ilə demək məcbur qalırıq ki, biz regionlarımızda, kəndlərimizdə 60, 70, 50, hətta 40 yaşlarında o yaşa çatıb şəkər olduğunu bilməyən, amma şəkərin ağır fəsadlarının üzərində daşıyan insanlar gördük. Erkən müayinə can qurtarır deyirik və son olaraq sizin insanlara qısa da olsa bir erkən müayinənin əhəmiyyəti ilə bağlı məsləhətlərinizi eşitmək istərdik. Əslində ən böyük təşəkkür, yəni sizlərə, təşkilatçılara, xüsusilə də sponsorlarımıza, həm Paşa Holdinqə, tərəfdaşlarımıza düşür. Çünki bu bir könüllülük prinsipidir və insanları biz otaqlarımızda xəstə olaraq deyil, pasient olaraq görmək istəyirik. Onlar profilaktik müayinəyə gəlsinlər, onlar ağırlaşıb ağır şəkərlə gəlməsinlər və biz onlara bir əl qədər, bir zəng qədər, bir mesaj qədər, istər sosial şəbəkədə, istər mesajda, telefonda, yəni bu dəqiqə hər şey paylaşılır və biz onlara yaxın olaq və onlara məlumatlandıraq və onların bizim otağımıza tək ayaqla görməsiz və bəzən düşünürəm ki, məsələn, bəzən eşitmə problemi olan, bəzən düşünürəm ki, məsələn, o toxunma dili var, onu mu öyrənsəm, yoxsa lalların dilini mi öyrənsəm, o xüsusi əlifbalar var, alfavitlər var ki, onlara belə bəzən ehtiyac ola bilir. Yəni, biz həkimlər ümumiyyətlə dünyanın ən əsas xidmət sahəsi həkimlikdir, səhiyyədir və bir nömrəli xidmət sahəsidir və biz xidmət sahəsində olduğumuzda da qürur duyuruq və sağlam olsunlar, sağlamlıqlarına diqqətli olsunlar və heç olmasa ilin, heç olmasa bir neçə gününü öz müayinələrini həyata keçirsinlər. Həm istər təbiblə, icbari sığortayla, istər özəl və ya hər hansı bir şəkildə yalnız istirahət, yalnız qidalanma deyil, az öncə qeyd etdiyimiz sağlamlıqları üçün də nələrsə eləsinlər ki, qarşımızda biz onları boyun bükük olaraq qarşılamayaq. Sağlam deyil.
Təşəkkürlər doktor. Bir daha Təşəkkür edirəm. minnətdaram sizə və bizim videolarımızı YouTube kanalımızda, Fərqindəlik YouTube kanalında izləməyə davam edin. Eyni zamanda aşağıda gördüyünüz sosial media hesablarımızdan daxil olub diabet və digər xəstəliklərlə bağlı maarifləndirməmizdə bizə dəstək olun. Görüşənədək.